Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Əziz müsəlmanlar, qardaşlarımızın çox sayılı bir sualına cavab verəcəm. Güman edirəm ki, bu sualın cavabı hər bir müsəlman üçün maraqlı olacaq. O da bildiyiniz kimi Arafa günü bu il şənbə gününə düşür. Sual verirlər ki, şənbə günü Arafa gününün orucunu tutmaq olarmı? Şənbə günü ayrıca bir gün Arafa orucunu tutmaq olarmı? Sualın cavabını verməmişdən əvvəl qeyd edək ki, Arafa gününün orucunu tutmaq müstəhəb əməllərdəndir. Yəni vacib deyil. Savab qazandıran əməllərdəndir. Bir ilin günahlarını silən əməllərdəndir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu orucu hər il tutardı. Lakin həcc ziyarətində, ziyarət əsnasında olarkən Arafa günü oruç tutmur. Bu da dəlildir ki, bu oruc müstəhəb oruclardandır. İndi gəlin sualın cavabını verək. Bu xüsusda İslam alimləri 3 rəyə bölünüblər. 3 rəy. Birincisi qadağadır. Bu da Peyğəmbərimiz sallallahu aleyhi və sələmin hədisinə əsaslanır. Hədisdə Rasulullah sallallahu aleyhi və sələm buyurur ki, Lə təsumu yevməs səbt illə fi məfturidə aleykum. Şənbə günü oruç tutmayın. Yalnız fərz, yəni vacib buyurulan oruclardan başqa. Demək, bu hədis səhih hədisdir. 4 səhabədən rəvayət edilib və bir çox mühəddislər bunu öz kitablarında nəql edib. Əbu Davud, Tirmizi, Nəsai, İbn Macə, Əhməd, Darimi, Hakim, Təhavi, İbn Xuzeymə, Təbərani, Bəğavi, Diya'l Maqdisi və digərləri, rahiməhumullah. Həmçinin bu hədisin səhih olduğunu deyən Şeyx Albani, Arnavud və digərləri, rahiməhumullah. Xülasə budur ki, bu səhih hədisə əsaslanaraq bir qism alimlər şənbə günü ayrıca oruç tutmağın qadağan olduğunu deyirlər. Və şənbə günü olan oruc Arafa gününə təsadüf edərsə, yaxud Aşura gününə təsadüf edərsə, yaxud hər ayın 3 gününə təsadüf edərsə, 13, 14, 15, yəni bid günlərinə, həmin gün oruç tutmaq qadağandır. Bu, birinci rəydir. Və əgər kimsə desə ki, istisnalar var, yəni Arafa günü istisnadır, Aşura günü istisnadır və s. Onu deyənlərə sual veririk ki, axı Rasulullah sallallahu aleyhi və səlləm hədisdə bu günü qadağan edəndə və deyəndə ki, yalnız fərz orucundan başqa digər o müstəhəb orucları istisna eləmədi. Arafa, Aşura, 3 gün olan orucları istisna eləmədi. Və bu da o deməkdir ki, bu yalnız fərz orucları üçün istisnadır. Yəni, məsələn, Ramazanda şənbə günü də oruc tuturuq. Ramazandan qalan qəzanı əgər oruclarını tutsaq, şənbə gününə təsadüf etsə, onu da tutmaq icazəlidir. Kəffarə orucu əgər şənbə gününə təsadüf etsə, onu da tutmaq icazəlidir. Nəzir deyibsə ki, filan günlərdə oruc tutacam və o da gəlib şənbə gününə düşürsə, onu da tutmaq icazəlidir. Çünki bunlar hamısı fərz olan oruclardır. Vacib olan oruclardır. Bundan əlavə olan müstəhəb oruclar əgər şənbə gününə təsadüf edərsə, həmin orucları tutmaq qadağandır. Və bu rəydə olan alimlər sual verirlər. Deyirlər ki, adam müstəhəb oruc tutur 1-ci, 4-cü günlər. Və bunun da nə dərəcədə böyük savab olduğunu bilirsiniz. Əgər o 1-ci, 4-cü gün tutulan oruclar bayram gününə təsadüf edərsə, ya Ramazan bayramına, ya Qurban bayramına, həmin gün oruc tutacaqsınızmı? Əlbəttə ki, yox. Çünki Peyğəmbər sallallahu aleyhi və sələm həmin gün oruç tutmağa qadağan edib.
bayram günü oruç tutmaq qadağandır. Və əgər bayram gününə hər hansı bir fəziləti olan nafilə orucu təsadüf edirsə, o nafilə orucunu tərk edirsən. Qadağaya görə. Və bu da fiqhi qaydada öz təsdiqini tapıb. Alimlər, fəqihlər qayda qoyub. İzə təarədəl mübih mə'al məhzur, quddiməl məhzur aləl ibahə. Əgər nafilə əməllə qadağan olunan əməl qarşı-qarşıya qalırsa, hansını tərk eləməlisən? Nafiləni. Mübah olanı, müstəhəb olanı tərk edirsən və qadağa olana əməl edirsən. Qadağan edilənə əməl edirsən. Bu birinci rəydir. İkinci rəy, Hənəfilər, Şafilər, Həmbəllər, yəni bu məzhəbdən olan bir qisim alimlərin rəyidir. Bu da o alimlərin rəyi belədir ki, həmin gün oruç tutmaq məkruhdur. O qadağa hədislərinə əsasən. Lakin əgər o gündən əvvəlki günü yaxud sonraki günü oruç tutmaq istəsə adam tuta bilər. Yəni 4-cü və 5-ci günü, 5-ci və 6-cı günü, yaxud 5-ci, 6-cı və ya 6-cı bazar günü oruç tutmaq icazəlidir. Təbii ki, Arafa gününün orucunun bundan əvvəlki günü aid etmək olar. Arafa günündən sonraki günü aid etmək olmaz, çünki sonraki gün bayram günüdür. Yəni Arafa və sonraki günü tutmaq icazəli deyil, çünki sonraki gün bayram günüdür, bayram günü oruç tutmaq olmaz. Amma əvvəlki gündən, yəni Arafadan əvvəlki günü, 5-ci gün, sonra da 6-cı gün, şənbə gününə təsadüf edir Arafa. 5-6 orucunu tutmaq icazəlidir. Bu alimlərin rəyinə görə icazəlidir. Bunlara da dəlilləri nədir? 1. İmam Buxarinin rahimahullahın səhiyində rəvayət edilən hədisdə Cüveyriyə, Peyğəmbər sallallahu aleyhi ve sellemin zövcəsi Cüveyriyə radiyallahu anhə cümə günü oruç tutur. Və Rasulullah sallallahu aleyhi ve sellem gəlir, ondan soruşur. Dünən oruç tutmusanmı? Deyir, xeyr. Deyir, bəs sabah oruç tutacaqsanmı? Deyir, xeyr. Deyir, elə isə orucunu aç. Yəni, ayrıca cümə gününü oruç tutmaq, xüsusiləşdirmək icazəli deyil. Amma əgər Cüveyriyə desə ki, bəli, tutmuşam, Peyğəmbər sallallahu aleyhi ve sellem deyərdi ki, davam elə. Yaxud sabah tutacaqsansa, deyərdi, davam elə. Deməli, ya öncə tutmaq, ya da sonraki günü oruç tutmaqla cümə gününü tutmaq icazəlidir. Bu hədis dəlildir ki, əgər cümə günü və ondan sonraki şənbə günü oruç tutmaq icazəlidirsə, 2 gün dalbadal. Deməli, şənbə gününü cümə günü ilə bərabər oruç tutmaq icazəlidir. Bunların birinci dəlilidir. İkinci, yenə Buxarinin səhihindədir bu rəvayət. Ayşə radiyallahu anh deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem ay ərzində o qədər oruç tutardı ki, biz elə bilərdik ki, o heç orucu tərk eləməyəcək. Yəni, ayın çox hissəsini oruç tutardı və o çox hissəsindən müəyyən günləri də şənbə gününə təsadüf edirdi. Ardıcı olaraq şənbə gününü də oruç tuturdu. Həmçinin Əbu Hureyra radiyallahu anhın rəvayət etdiyi hədis Buxaridə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sizdən heç biriniz cümə gününü ayrıca oruç tutmasın. Yalnız ondan əvvəlki və ya sonraki günlə bərabər oruç tuta bilər. Yəni cümə və şənbə. Yəni bu da dəlildir. Həmçinin Ummu Sələmə radiyallahu anh'a rəvayət etdiyi hədis. Bunu da İbn Hibban, İbn Xuzeymə, Hakim və digərləri rəvayət edib. Peyğəmbər sallallahu aleyhi ve sellemin şənbə və bazar günü oruç tutduğunu xəbər verib. Bu da dəlildir ki, şənbə günü və ondan sonraki günü ardıcı olaraq oruç tutmaq icazəlidir. Bu rəy də çox qüvvətli rəydir. Çox qüvvətli rəydir. Və nəhayət üçüncü rəy İmam Malik, Zuhri, İbn Teymiyyə, İbn Qeyyim və digərləri. Onların rəyi deyir ki, xüsusi olaraq şənbə gününü oruç tutmaq icazəlidir. Və şənbə gününün qadağan olunması barədə rəvayət edilmiş hədis ya zəifdir, ya da mənsuxdur. Yəni, hökmü nəsx edilib. Bu rəy, bu üç rəyin arasında olan ən zəif rəydir. Və əvvəlki iki rəy çox qüvvətli rəylərdir. Odur ki, biz
bu iki rəydən birinə əməl edən kimsələrdən birinin digərini qınamasını bəyənilməyən əməllərdən hesab edirik. Yəni, kimsə birinci rəyi götürərək şənbə günü ümumiyyətlə oruç tutmur, nə əvvəlki gündən bərabər, nə sonraki gündən bərabər, bu onların ictihadıdır, yəni onların qəbul etdiyi rəyidir, bu da sələf alimlərinin rəyidir. Ona görə biz onları qınamırıq. Həmçinin bu biri rəyi götürüb, həm cümə, şənbə ya da şənbə, bazar oruç tutanları qınamırıq, çünki onlar da hədisə əsaslanır. O hədislə əməl edirlər. Lakin qardaşlar sual verəndə bir çoxları mənim şəxsən qənaətimi, mənim fikrimi bilmək istəyirdilər. Onu da mən açıq aydın bildirirəm ki, mən birinci rəyi dəstəkləyənlərdənəm. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmdən açıq aydın qadağa gəlibsə və hədis alimləri bu hədisin səhih olduğunu deyirsə, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisinə riayət edirəm. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisinə riayət edib, hər hansı bir qadağaya əməl etməklə, müstəhəbi tərk etməklə mən heç bir şey itirmirəm. Lakin bilmədən Peyğəmbər sallallahu aleyhi və səlləmin əmrinə müxalif çıxsam, əmrinə əməl eləməsəm, sünnəyə zid hərəkət etmiş olsam, qorxuram ki, qiyamət günü buna görə cavab verim. Və əgər böyük alimlər həmin bu hədisə əməl ediblərsə, biz də həmçinin o mühəddislərin, o alimlərin ictihadı ilə kifayətlənərək, Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisinə əməl edərək, o günü oruç tutmuruq. Şənbə gününə təsadüf etdiyin üçün. Sonda hamımızın adından Allaha dua edirəm ki, Allahümmə ərinəl həqqə həqqən varzuqnə tibəh və ərinəl batilə batilən varzuqnə ictinəbə. Allahım, haqqı haqq olaraq bizə göstər və bizi haqq yola yönəld. Həmçinin batili batil olaraq bizə göstər və bizi ondan uzaq elə. Subhanək Allahümə və bihəmdik. Əşhədu ən la iləhə illə ənd. Əstəğfiruka və atubu ileyk.